Salam, hər vaxtınız xeyir olsun. Buraxılış imtahanı bugün keçirilmiş imtahandır. Cavablarına baxacağıq inşallah. Deməli, 27 ilk sualda hansı sıradakı feillərdən biri idi, digəri isə köməkçi sözü ilə işlənmişdir. Biz bilməliyik ki, idi, isə köməkçi sözləri feilin kökünə və başlanğıc formasına artırıla bilmir. Yalnız bunlar feilin şəkilçilərindən sonra artırılacaqlar. Ona görə aparmışdı sözün kök şəkilçi yarsaq, apar sözünün kökü mış-mış keçmiş zaman dı-di idinin qısaldılmışı. Alıbsa sözünün kökü almaq, alıb keçmiş zaman sasə isənin qısaldılmışı. Daha sonra çıxdı sözündə çıx sözün kökü dı keçmiş zaman şəkilçisidir, birbaşa kökə qoşulduğuna görə idi kimi verə bilmərik. Gətirdim sözünün kökü gətirmək, gətirdi, gətirdim, keçmiş zamandır, birbaşa kökə qoşulduğuna görə dayanacaqdır sözünün kökü. Dayanmaq, dayanacaq, qəti gələcək zamandır. Burada dı-di idinin qısaldılmışıdır. Alsan sözünün kökü al, sasə şərt şəklinin şəkilçisidir, n şəxs sonluğudur. Bu da cavabımız kimi götürülə bilməz, çünki sasə şərt şəkildir, isə deyil. Oturmuşdu sözünün kökü oturmaq, oturmaq sözünün kökünə mış-mış şəkilçisi artırılıb keçmiş zamandır. Dı-di idinin qısaldılmışıdır. Gətir sözünün kökü gətirsə şərt şəklidir, ki şəxs sonluğudur. Bu da cavabımız kimi götürülə bilməz, çünki buradakı gətirsə sözündəki sasə şərt şəklidir. Cavabımız oldu A variantı. Növbəti sözlərin fonetik xüsusiyyətlərini nəzərə alaraq nöqtələrin yerinə uyğun olan sözlər sırasını müəyyən edin. Yazılışı ilə deyilişi fərqlənmir. Kimyəvi, sırağacın fərqlənmir. Təbrik sözü olduğu kimi qalır. Sonra sətirdən sətrə keçirmək olmur. Alim sözündə sətirdən sətrə keçirdə bilmirik biz. Yazılışı ilə deyilişi fərqlənir. Tüfəng, incik formasında, amma maqnit sözü olduğu kimi qalır. Çünki söz ortasında gələn q samitindən sonra cingiltili samit gələrsə, q olduğu kimi tələffüz olunacaq. Bu sözdə tələffüz olmadığına görə tələffüz fərqi A variantı doğru cavab kimi verilə bilməz. Yazılışı ilə deyilişi fərqlənmir. Məşhur, fərqlənmir. Sətirdən sətrə keçirmək olmur. Mətbəə sözünü sətirdən sətrə keçirmək olur. Mətbə formasında keçirdə bilərik. B variantı da cavab kimi verilə bilməz. Vərəq sözü vərəq formasında tələffüz olunur. Q öz kar qarşılığına keçir. Ona görə bunun da tələffüz fərqi yarandığına görə cavab kimi verə bilmərik. Xəttat sözündə qoşa t gələrsə, ikincisi özünün cingiltili qarşılığına keçir. Bu sözdə də tələffüz fərqi yaranır. Lisenziya sözündə tələffüz fərqi yoxdur. Dua sözünü sətirdən sətrə keçirmək olmaz, çünki A boşda qalır. Ötkəm sözü isə K, C əvəzlənməsi baş verir. Ötkəm formasında tələffüz olunur. Doğru cavabımız olacaq E variantı. 29-cu sual. Hansı cümlədə əlavə söz birləşməsi ilə ifadə olunub? Topladığı məhsulu, kartofu və soğanı, burada görürsünüz söz ilə ifadə olunub da, kartofu və soğanı. Ona görə bu əlavə söz birləşməsi ilə ifadə olunmayıb. Bura Qəbələyə tez-tez gəlir. Qəbələ də yer bildirən isimdir. İrəlidə, sahildə, burada da sahildə sözü isimdir və söz formasındadır. Əsməri, rəfiqəsini çoxdan görmürdü. Görürsünüz, Əsmərin əlavəsi rəfiqəsidir. Rəfiqə də bir sözdən ibarətdir. Bu söz birləşməsi deyil. Şair bu obrazı, obraz sözünün əlavəsi. Əsərin baş qəhrəmanını görürsünüz, üçüncü növ təyini söz birləşməsi ilə ifadə olunub. Deməli, əlavəmiz bizim cavabımız oldu E variantı. 30. Frazeoloji birləşmələri müəyyən edin. Üz vermək frazeoloji birləşmədir. Dabanına tüpürmək frazeoloji birləşmədir. Cavabımız olacaq A variantı. Baxaq digərlərinə. Ağzına su almaq frazeoloji birləşmədir. Sandığı qıfıllamaq bu artıq məstər tərkibi formasında götürüləcək. Frazeoloji birləşmə deyil. Gözü kəlləsinə çıxmaq frazeoloji birləşmədir. Çəkiclə vurmaq isə frazeoloji birləşmə deyil. Nə etmək? Əslində bu, məsələn, vurdu formasında desək bunu, nə etdi? Vurdu, nə ilə? Çəkic ilə. Gözü parçalanır. Frazeoloji birləşmə isə parçalana bilməz. Maqmeglə götürəndə isə məstər tərkibi formasında olacaq. C-ni də verə bilmərik.
Divarları ağartmaq bu feili birləşmədir. Yəni magmək məstər tərkibidir. Üz qaraltmaq isə frazoloji birləşmə kimi götürülə bilər. İşə düşmək frazoloji birləşmədir. Stulları aşırmaq isə məstər tərkibidir. Burada frazoloji birləşmə yoxdur. Növbəti 31. Cümlədə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyəndir. Mən səni məsuliyyətli bir şagird bilirəm. Baxın, məsuliyyətli və şagird sözləri. Sifət plus isimdir. Bir söz isə burada ədat olacaq. Çünki birinci növ təyini söz birləşməsinin arasına istisna hallarda bir ədatı girə bilər. Deməli, bu cümlədəki bir oldu ədat. İlk maaşından anası üçün bir dəstə qızılgül almışdı. Baxın, burada dəstə numerativ sözdür. Bir isə burada olacaq say. İndi uyğunlaşdıraq. 1 və 2-yə. Əşyanın miqdarını bildirir. Bu saya aiddir. Cümlədən çıxarıldıqda məna dəyişikliyi baş verməz. Bu ədata aiddir. Leksik mənası var. Bu saya aiddir. Yalnız qrammatik mənası var. Bu ədata aiddir. Cümlə üzvləri arasında əlaqə yaradır. Bu ümumiyyətlə bağlayıcıya aid bir şeydir. B, D, 2A, S. 1, B, D, 2A, S cavabımız olacaq B variantı. Növbəti. Balaca yaman dəcəldir cümləsində mübtədə nə ilə ifadə olunmuşdur? Necədir, nə cürdür? Dəcəldir. Nə dərəcədə dəcəldir? Yaman dəcəldir. Kəmiyyət zərfi və zərfliyi. Balaca kim? Burada balaca sözü sifətdir. Sadəcə olaraq ismin sualına cavab verir və isimləşir. Deməli, doğru cavabımız olacaq sifətlə E variantı. 33. Verilən nümunədə hansı durğu işarələri buraxılmışdır? Kainatın yaranması, vergül, quruluşu, vergül, inkişafı və təkamülünün tədqiqi, təkcə astronomiyanın deyil, vergül, bütün təbiət elmlərinin əsas problemidir. Deməli, 1, 2, 3 dənə vergül işarəsindən istifadə olunub. Cavabımız olacaq D variantı. Sonra. 34-cü sual. Hansı sadə cümlədir? Külək getdikcə güclənir, yağış dayanmadan yağırdı. Baxın, güclənən küləkdir, yağan yağışdır. Ayrıca mübtədə xəbər olduğuna görə mürəkkəb cümlədir. Gülnar həyəti süpürdü, samavara od saldı. Odu salan da Gülnardır, süpürən də Gülnardır. Hər iki xəbəri bir mübtədə ilə əlaqəyə girdiyinə görə bu cümlə sadə cümlədir. Mən soruşdum, o cavab vermədi. Görürsünüz, bu mürəkkəb cümlədir. Ətrafa baxdım, mənəm baxan, heç kəs görünmürdü, heç kəs ayrıca mübtədədir burada. Hər cümlənin ayrıca qrammatik əsası var. Külək güclənir, güclənən küləkdir. Limandakı gəmilər yırğalanırdı, yırğalanan isə gəmilərdir. Hər cümlənin ayrıca mübtədə xəbəri var. Ona görə cavabımız olacaq. Feildən əmələ gəlmiş sifəti müəyyən edin. Baxın. Burada sıx, sıxlıq, lıq şəkilçisi adlara qoşulur. Ona görə sıx burada sifətdir. Zarafat sözün köküdür, isimdir, zarafatçıl sifətdir. Gül isimdir, güllü sifətdir. Qır nə et? Feildir, qırğın isimdir. Sür, sürüş, sürüş feildir, sürüşkən isə sifətdir. Kan, gən şəkilçisi sifətdən, feildən sifət düzəldən şəkilçidir, leksik şəkilçidir. E variantı doğru cavabımız olacaq. 36. Uyğunluğu müəyyənləşdirin. İsmi birləşmə işlənmişdir. Feili birləşmə işlənmişdir. 3 böyük bina yanaşı tikilmişdir. 3 böyük bina yanaşı tikilmişdir. Baxın, burada böyük bina birinci növ təyini söz birləşməsidir. Yəni, bu ismi birləşmədir. Yenə göy üzünü duman bürüyüb. Göyün üzü ismi birləşmədir. İkinci növ təyini söz birləşməsi. Sən şəkli həvəslə çəkdin, həvəslə şəklisən. Burada ümumiyyətlə söz birləşməsi yoxdur. Sahilə çıxmaq üçün qayığa mindi. Sahilə çıxmaq üçün məstər tərkibidir, feili birləşmədir. Cavad hiyləgərcəsinə gülürdü. Nə edirdi? Gülürdü. Kim? Cavad necə nəcür hansı tərdə hiyləgərcəsinə. Burada da söz birləşməsi yoxdur. 1AB, 2D. 1AB, 2D cavabımız olacaq A variantı.